Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Yine de bir fasilədən sonra değerli ustadla, Hacı ilə birgəyik. Hacı, selamun aleyküm. Selamun aleyküm ve rahmetullah. Sizi de salamlayıram. Çox sağ olun. Həmkarlarınızı da, əziz izləyiciləri də. Allah sizi salamat eləsin. Çox sağ olun Hacı. Hacı, bu gecə elə sizin təklifinizlə istədik ki, bir fərqli mövzudan danışaq. Burada Allah Teala Rə'd surəsində 19-cu ayədən başlayır əslində o. Burada ağıl sahiblərindən danışır. Əvvəl belə buyurur ki, haqqın Rəbbin tərəfindən nazil olduğunu bilmirlərmi? Onlar bilmirlər ki, haqq Rəbbin tərəfindən nazil olub, yoxsa kördular. Yəni, haqqı görən, Allah tərəfindən haqqın nazil olduğunu görən və görməyəni Allah Teala bu cür səciyyələndirir, fərqləndirir ki, yəni əslində əsl gözü açıq insan haqqı görən insandır, bəsirətli insan. Görməyən insan da gözləri görsə belə, zahiri gözləri görsə belə o əslində kördür. Həmçinin kör, zahiri gözü kör olan deyil, batini gözü kör olan. Sonra buyurur ki, həqiqətən ağıl sahibləri öyüd nəsihəti alır. Yəni, biz ümumiyyətlə ağıl barəsində çox danışmışıq və dində bilirik ki, ağla necə qiymət verir, ağıl dində necə dəyərlidir. Allah Teala buyurur ki, hər bir şey mən ağılla ölçürəm, savabı da ağla görə verirəm, cəzanı da ağla görə verirəm. Amma yaxşı, ağlın praktikada hansı əlamətləri var? Yəni, praktiki ağıl deyəndə biz nəyi təsəvvür etməliyik? Yəni, bu praktikada özü necə bürüzə verməlidir? Yəni, çünki hər kəs deyir ki, mən ağıllıyam da. Çünki elə bir insan yoxdur ki, ağlına görə şikayət eləsin ki, mənim ağlım yoxdur. Hamı özünü ağıllı hesab edir. Amma praktikada görək bu ağlın hansı əlamətləri görünür? Bismillahirrahmanirrahim. Bizim dinimizdə sizin də bildiyiniz kimi cəhalət elmin, biliyin antonimi deyil. Cəhalət əqlin antonimidir. Elmin antonimi elmsizlikdir, savadsızlıqdır. Məlumatın olmaması. Məlumatın olmamasıdır. Ağılın antonimi cəhalətdir. Yəni, məzəmmət olunan və bütün o bəlalara səbəb olan cəhalət məhz ağlın Necə ki, bütün İslam firqələri tərəfindən də qəbul edilmiş məşhur mütəvatir bir hədis var, buyurur ki, kim öz dövrünün imamını tanımadan ölsə, cahiliyyət ölümü kimi ölüb, cahiliyyət ölümü ilə ölüb. Çünki ağıllı şəxs başa düşməlidir ki, Allah məni öz başına buraxmayıb. Əfəhəsibtum ennəmə xələqnəkum əbəsə. Siz elə hesab edirsiniz ki, sizi əbəs yaratmışıq. Əbəs yaratmayıbsa, mənə yol göstərən göndərəcək. Ağıllı insan o yol göstərəni, o imamı tapır. Kim o imamı tapmırsa, o cahil yaşayıb, cahil ölür. Bu ağıl bizim doğru ilə yalanı ayırt edən ağlımız deyil. Doğru ilə yalanı ayırt edən ağlımız. Çünki əgər Allah Teala bizi məzəmmət edəndə doğrunu yalandan ayıra bilən ağlımızın olmamasını məzəmmət etsə, onda məzəmmətin yeri yoxdur. Çünki əgər mən doğru ilə əyrini ayırt edə bilmirəmsə, məni niyə danlayırsan? Bilmirəm, ayırt edə bilmirəm ki. Mənə niyə cəza verirsən? Mən gərək düz yolla əyri yolu ayırt edə biləm. Sonra deyəsən ki, sən niyə əyri yolu seçdin? Deməli,
Allah deyəndə ki, bunların ağlı yoxdur. Məqsəd o nəzəri ağıl deyil. Düzü əyridən ağıl deyil. O hamıda var. O hamıda var. O bizdə olmasa təklifin mənası yoxdur. Mükəlləfiyyətin, öhdəçiliyin mənası yoxdur. Yəni şəriətin mənası yoxdur. Qanunun, cəzanın mənası yoxdur. Məhkəmələrdə də ağlı başında olmayanlar cəza vermirlər. Göndərirlər islah mərkəzlərinə. Niyə? Çünki ağlı olmayıb. Niyə görə psixi problemi şiddətli olanlara aparırlar xüsusi mərkəzlərə? Çünki o, bir nəfəri öldürməklə öldürməmək arasında, ya öz-özünü öldürməklə öldürməmək arasında ayırt edə biləcək qüvvəyə malik deyil. Bəli. Ağlı işləmir. Ona görə də ona məsuliyyət yükləmək olmaz, ona cəza vermək olmaz. Cəzanı verərlər o adama ki, bilir düzü nədir, əyri nədir. İndi Allah Teala bizə deyəndə ki, siz aqil deyilsiniz, cahilsiz, mənası bu deyil ki, düzü əyridən ayırt edə bilmirsiniz. Onu ayırt edə bilməsək, sən bizə nəsə deyə bilməzsən ki, ilahi. Bəli. Məntiqlə düz gəlmir. Deməli, burada başqa ağıldan söhbət gedir. Burada söhbət gedir, siz deyən kimi praktik ağıldan, yəni əməli ağıl, əqli əməli deyirlər tili termində. O da nədir? Onu bir misalla daha yaxşı anlamaq olar məncə. Məsələn, bir nəfər, məsələn, avtomobili çox sürətlə sürüb, yolu tanımadan aşırıb. İndi salamat çıxsa, ona qayıdıb belə deyirlər, sənin ağlın haradaydı? Niyə belə sürdün ki, bu vəziyyətə düşdün? Söhbət bu ağıldan gedir. Yəni, adam öz aqibətini düşünmürsə, cahildir. Sonunu düşünmürsə, cahildir. Aqil deyil. Əslində, bu da həm də axmaqlığın tərifidir də bu. Bəli, indi kobud dildə desək, ora gəlib çıxır. Əhmaq deyil, hədislərdə əhmaq deyil, o axmaq mənasında. İndi burada da Allah Teala buyurur, Əfəmən ya'ləmu ennəmə unzilə iləykə min rəbbikə əl-haqqu kəmən huvə əma. Buyurur, o adam ki, Allahdan, sənin Rəbbindən sənə enəni həqiqət kimi qəbul edir. Bu adam kör olan adam kimidir? Yəni, bu adam ağlının, bəsirətinin gözü ilə görür ki, bu Peyğəmbərə Allah deyir, cəmaətə denən yalan danışmasın, cəmaətə denən haram yeməsin, cəmaətə denən pislik eləməsin. Ağlından salır işə görür ki, həqiqətdir bu. Bəli. O biri isə deyir ki, dini kitablarda nə varsa boş söhbətlərdir. Buyurur, bunun ağlının gözü kördür. Sən o bəsirəti açıq olan aqil insanla bu kör olan cahil insanı bərabər bilirsən. İnnəmə yetəzəkkəru ulul əlbab, bərabər deyil. Niyə? Çünki məhz ağıl sahibləri fitrətinin tələblərini xatırlayar. Resulullah sallallahu aleyhi və səlləmdən hədis var, buyurur ki, Ən-nas məadin kəməadini zəhəbi vəl-fiddə. İnsanlar mədənlərdirlər. Necə ki, yataqlarda qızıl və gümüş mədənləri olur, bir mədənin keyfiyyəti, kalitəsi, onun dəyəri çox olan o yeraltı filizlərə ambarlıq edir bir mədən. Digər mədən yenə də qiymətli əşyaları gizlədir, amma nisbətən az. Bu insanlar da belədir. İnsanların hərəsində bir ağıl mədəni yatır, bir mənəviyyat mədəni, iradə mədəni yatır, bir şedevr yaratmaq mədəni yatır. İndi bu, kim bu mədəni üzə çıxaracaqsa, öz fitrətində yatmış, fitri istedadını üzə çıxaracaqsa, bu ağıllı olacaq.
O da xatırlama kimi gedir. İnnema yetezekkeru. Yalnız və yalnız ağıl sahibləri xatırlayar. Nəinki xatırlamayanların ağlı, nəzəri ağlı yoxdur. Onların nəzəri ağlı olmasa onları da anlamaq olmaz, qınamaq olmaz. Nəzəri ağılları bizdən də yaxşıdır. Amma işlərinin sonunu düşünmək ağılları yoxdur. Görür, işlərin sonunu aqillər düşünər. Səfehlər düşünməz. Bir nəfər deyəsən ateist idi, gəldi İmam Sadiq əleyhissalamın yanına. Dedi ki, tənqid elədi həccə gedənləri, dinə əməl edənləri filan. İmam buyurdu ki, yəni fərz eləyək ki, məsələn, sən deyəndir. O tərəf yoxdur. Qiyamət yoxdur, haqq hesab yoxdur filan. İnsan ölür, vəssalam, qutardı. Yaxşı, bunlar nə itiriblər? Deyib, heç nə. Möminlər nə itiriblər? Nə, heç nə. Mən necə, onlar da elə. Yaxşı, onda əksini düşünsək. Fərz edək ki, yox, var. Ölümdən sonra haqq hesab olacaq, qiyamət olacaq, filan olacaq. Onda bunlar itirəcəklər, yoxsa sən itirəcəksən? Bu adam qaldı, başladı düşünməyə. Yəni, bir insan həqiqətən də aqibəti düşünsə ki, yəni deyilənlər nə oldu, hamısı yalan ola bilməz axı. Hətta bu söz ki, dedizə imam dedi və qarşı tərəf başladı düşünməyə. Samir müəllim, neçə nəfər tanıyırsınız ki, haqq söz deyəsən, o da otursun, düşünsün? Çox azdır. Yəni, o nöqteyi nəzərdən də ağıl sahibi olana çox az rast gəlirik ki, qardaşım, sənə bir argumenti nümayiş olundu. Sən dərhal güya heç nə eşitməmiş kimi cavab verməyə niyə çalışırsan? Deyir, aqil insan eşitdiyi sözü göndərir ağlına, fikrinə. Orada o laboratoriyada təhlil olunur, saf-çürük olunur, sonra bu adam reaksiya verir. Cahil insan eşidən kimi ötürür ağza ki, cavab versin. Da göndərmir laboratoriyaya. O təyin edə bilməz ki, bu gələn argument yaxşıdır, pisdir, düz dəyilidir. Amma sizin danışdığınız hədisdə, əhvalatda İmam ona deyəndə ki, əleyhissalatü vesselam deyəndə ki, birdən din deyənlər düz oldu, sən nə əldə edə biləcəksən axirətdə? Hər şeyi inkar eləmirsən. Hər şey getdi. O düşündü. O düşündü. Baxın, bugün Quran-ı Kərimi tənqid edənlər yox. Tənqid edənlər yox. Təhqir edənlər. Əliyazı billah. Quranda göz ziddiyyət axtaranlar nə qədər var sosial şəbəkələrdə? Nə argument deyirsən, görür ki, uduzur mövqeyini. Başlayır təhqirə keçir. Amma İshaq ikindi ilə İmam Həsən Əskəri əleyhissalamın əhvalatına bax. İmam ona bir dənə xəbər göndərdi ki, İshaq ikindi, sən ki, kitab yazırsan, Quranın ayələri bir-birilə ziddiyyət təşkil edir. Ola bilərmi ki, ziddiyyət təşkil etmirsən, səhv başa düşmürsən? O ola bilər ya yox, fəlsəfi baxımdan, mümkündür ya yox. O da götürdü, kitabı yandırdı ki, mən niyə bunu düşünməmişəm? Axı, aqil insan o zaman bir şeyi möhkəm qəbul edər ki, qaçış yolu olmasın. Yəni, desin ki, mən başqa çarəm qalmadı. Məcbur oldum, qəbul etdim. Məcbur oldum, qəbul etdim. Çarəm qalmadı. Bürhan odur, argument odur ki, qarşı tərəf aciz qalır. Deyək, qəbul edirəm. Bu da böyük nemətdir. Əgər sözünüz yoxsa, buyurun, hacı, davam edin. Siz əvvəldə sual verəndə buyurdunuz ki, praktika ağıl nə əlamətlərlə? Allah özü burada davamında buyurur. Kimdir bu ulul əlbab? Ağıl sahibləri kimdir? 20-ci ayda buyurur, Əl-ləzīnə yufunə bi'əhdillah. O adamlar ağıl sahibləridirlər ki, Allah ilə bağladıqları əhdə vəfalıdırlar. Vəfalıdırlar. Biz nə əhd bağlamışıq? Əhd bağlamışıq ki, Allah Teala bizi özümüzə nümayiş etdirib, müşahidə etdirib. Biz də görmüşük ki, biz bir Rəbbi göstərən aynayıq. Baxmışıq ora, Allah bizə buyurub, siz ki, baxdınız özünüzə, indi mənə deyin, görüm, ələstu bir Rəbbikum. Mən deyiləm, sizin Rəbbiniz. Qalıb, belə dedilər sənsin. İndi bu əhd peymanı xatırladır bizə. Haçan olub əhd peyman? Bilmirik. Amma ağlımız nə deyir? Təfəkkürümüz nə deyir?
Təfəkkürümüz bizə demirmi ki, biz özümüzü çox itirmişik, fitri duyğularımızı çox toz torpağın içində bastırmışıq. Bəlkə ona görə xatırlamırıq. Həm də bu insanın fitrətidir də, insan biraz öz fitrətinə müraciət eləyəndə Çox şey bəyan olur, əyan olur ona. insanın içindədir də bunlar. Yəni Quran-ı Kərim görürsünüz bayaqdan elə deyir ki, yətəzəkkər, yəni xatırlamaq. Xatırlamaqdır. Xatırlama nədir? Yəni, Başqa yerdən almırsan, səndədir bu. Sən insandadır da, yəni bu insanın bildiyi bir şeylərdir. Nə ki bildiyi, doğma olan bir şeylərdir. İnsan o cür yaranıb. Sadəcə sən unudursan, günah unutdurur insana. Bir də düzdür, məsələn bu əhdin təfsirində çoxlu Quran Allahın əhdidir, Allahın şəriəti, peyğəmbərlər Allahın əhdidir, imam Allahın əhdidir filan. Bunlar hamısı öz yerində. Həm də mən təfsirdə belə bir şey oxumuşdum vaxt ikən. Buyurur ki, o ki sən bir şey oxuyub anlayırsan, ya baxırsan, Bəli. anlayırsan, başa düşürsən. Elə ki başa düşdün, bu Allahla sənin əhdin. Bəli. Çünki başa düşmək məcburidir. İnsan oxumağı ixtiyar sahibidir. Təkcə dini ümumiyyətlə hər hansı bir Ümumiyyətlə. şey. Başa düşdün və Allah səndən əhd bağlayır. Elə ona görə o mübahisə eləyib argumentdən qaçanlar var, onlar xaindilər. Niyə? O deyə bilməz, mən başa düşmədim. Onda o lazımı yol xəritəsini keçdisə, qət etdisə, o başa düşmə mərhələsi qeyri-ixtiyaridir. Məcburdur. O başa düşür ki, qarşı tərəf düz deyir. Xəyanət eləyir. Xain olur. Buyurur, "Ellezine yufune bi ahdillah." Allahın əhdinə vəfa edənlər. Ya gəlmişəm burada bir söz deyim. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Ud'uni estecib lekum." Məni çağırın, mən qəbul edim. İstəklərinizi məndən istəyin, mən qəbul edim. Dua eləyin, mən qəbul edim. Başqa ayda buyurur ki, "Fəizə sələkə ibadi anni fə inni qərib. Ucibu dəvətə da'idə da'ani." Bəndələrim məni səndən soruşdular, mən yaxınam, dua edən halda duasını qəbul edirəm. Və s. və ilə. Yaxşı, bir ömürdür biz dua edirik, niyə qəbul olunmur? Çoxdur indi onun fəlsəfələri. Ən sadəsi birisi nədir? Allah Quranda buyurub, "Əvfu bi əhdi, ufi bi əhdikum." Siz mənimlə bağladığınız əhdə vəfalı olun, mən də əhdimə vəfalı olun. Nədir? "Ellezine yufune bi ahdillah." İndi Allahın əhdinin ən mərkəzi, ən o lubbi, o misaqdır da, o xilqətin əvvəlindəki o əhd peyman müqavilə sazişdir. İndi bir nəfər bəndə, bir nəfər bəndə ilə saziş bağlayır. O da ilahi əhddir. Onda sındırmağa ixtiyarımız yoxdur. Buyurur ki, "Əvfu bil-uqud." Bağladığınız əhd peymanlara əməl edin. Əmrdir bu. Göstərişdir, fərmandır. Buyurur, "Və la yanqudunəl misaq." Ağıl sahibləri verdikləri sözdən qaçmazlar. Bağladıqları sazişdən qaçmazlar. İndi var şifahi bir söz deyə adam eləyə bilməyir falan. Bir də var ki, oturmusan, hər şeyi düşünmüsən, yazmısan sonra. Ondan qaçış yoxdur. Gərək əməl eləyəsən. Ümumiyyətlə müqavilələr məsələn bağlanır. İnsanlar arasında, dövlətlər arasında, qəbilələr arasında həmişə bu müqavilə bağlandısa, söz verildisə, imzalar atıldısa, ondan sonra praktikada ona əməl etmək bütün insanların tələbi olub da. Yəni kimsə onu pozubsa, dinindən asılı olmayaraq hər kəs onu danlayıb, əgər kimsə pozub. Yəni bu ümumbəşəri dəyərlərdən biri olmasa, bu ortaq yəni dəyər qanun, dəyər olmasa dünyada nə etmiyorlar? Kim nə edə bilər? Nə alarsan zay çıxar, haqqın da olmaz deyəsən, niyə belə elədin? Pozmaq ixtiyarın var. Sən də aparıb pulunu verməzsən, pozmaq ixtiyarın var. Yolda biri gəlib sən qəza törədər, niyə vurursan maşınımı? Pozmaq ixtiyarın var. Sən demirsən ki, əhd peymana əməl eləmək vacib deyil. Məndə vacib deyil. Heç nə qalmaz, onun daş üstə qalmaz. Quran-ı Kərimdə çox maraqlı bir ifadə vardır ki, "Fəqatilu əimmətəl kufr." Bəli, "Lənnəhum la əymanə lahum." Deyir, küfür başçıları ilə vuruşun. Ona görə yox kafirdirlər. Ona görə yox ki, imanları yoxdur. Ona görə ki, əymanları söz verirlər, əməl eləmirlər.
Müqavilə bağlılar əməl eləmirlər. Saziş bağlılar əməl eləmirlər. Bilirsiniz, nə boyda zərər vurur bu? Yəni, bugün dünyada beynəlxalq təşkilatlar ki, yaranıb, bunlar öz funksiyalarını yerinə yetirməyəndə bütün bəşəriyyəti həyata bədbin eləyirlər. Yəni, cəngəllik həyatına çevrilir dünya. Meşə qanunları. Bəli, və bəziləri bunu fəxrlə deyir ki, bəzi artıq yəni, cəngəllik qanununu başa düşürük, deyir, bu fəlakətdir. Əl-ələ verib bundan qurtarmaq lazımdır. Yəni, mən səninlə bir qanunu pozdumsa və sən mənə şikayət eləyəndə deyəlim ki, vacib deyil qanunu əməl eləmək. Sabah sən gəlib mən balamı öldürsən, mən deyəmərəm, niyə öldürdün, niyə? Niyə öldürməməliyəm? Deyəcəm ki, ona görə ki, heç kəsin azadlığını pozabilirim, vacib deyil qanunu əməl eləmək. Yəni, bir qanun, baxın, Quranda bir ayə var, Rəmə Rəbbuka bi zalləmin lil-abid. Sənin Rəbbin bəndələrinə qarşı çox zalım deyil. Ərhəm Əlləmə Təbəttəbəri Rızvanlıları bəhs edir ki, bu çox zalım demək nə demək? Yəni, az zalımdır. Deyir, yox, o deyil ki. Allah Teala bir zərrə qədər zülm eləsə, bu bütün bəşəriyyəti bürüyəcək. Yəni, deməli, bu deməkdir ki, heç bir qanun yoxdur. Qanunu pozmaq olar, ədaləti pozmaq olar. Bu olsa heç nə qalmaz ki. Bəziləri həyatı doğru başa düşmürlər. Deyirlər, elə belə də yaxşıdır. Belə yaxşı deyil, bunun axırı yaxşı olmayacaq. وَالَّذ۪ينَ يَصِلُونَ مَا أَمَرَ اللّٰهُ بِهِ اَنْ يُوسَلْ. Bu qohumluq əlaqələri o qədər əhəmiyyətlidir ki, Sami müəllim. Allah Teala elə qlobal problemlərinlə yanaşı bunu qeyd edib, adam dəhşətə gəlir. Bəzən vurur ki, qohumluq əlaqələrini pozanlar və yer üzündə fəsad törədənlər. Burada deyir ki, qohumluq əlaqələrini pozanlar və əhdi pozanlar. Yəni, qohumluq əlaqələrini yaşatmaq ictimai həyatın nüvəsidir. Və bugün dünyamız o nüvəni zay eləyir. Ailə institutu zay olur, qohumluq əlaqələri zay olur. Fəxrlə deyirlər ki, biz o qədər yaxşı işləyirik, qəribdə hər şey qayda, qanun. Hətta bir-birimizlə görüşməyə vaxtımız yoxdur. Görüş təyin edirik ata ilə, ana ilə, harada görüşəcək, saat neçə həftən. Yəni bu heç kəsi qınamağa ixtiyarı yoxdur. Belə çıxır. Bu, çox böyük fəsadlar törədər. Necə ki, törədir dünyada bu saat. Buyurur, ağıl sahibləri o adamlardılar ki, Allah deyib, qovuş qohumuna, bu da qovuşur. Və yaxşavnə Rabbəhum və Allahdan qorxurlar. Və yaxafuna suəl hisab. Haqq hesab gününün pisliyindən, çətinliyindən qorxurlar. Ağıl sahibləri qorxurlar. Çünki ağlı var. Deyirək ki, günlərin bir günü bu mənə deməyəcək ki, sən niyə vurdun filan kəsi? Onda elə mən özüm çıxmayacam onun qarşısına. Kimsə desə ki, əşi, yaşlı vaxtı çıxacam da, yaşlı vaxtı çıxacaqsan, onda laf enerjinin az vaxtı olacaq. Onda daha çətin olacaq. İndi cavansan, indi məsələn bəlkə deyə bilərsən ki, hə, çıxdım buna qarşı, indi qaçaram, gizlənərəm, başqa yerdə yaşayarım. Onda elə olmayacaq axı. Onda çarəsiz vəziyyətə düşəcəksən. Qiyamət gününün pis əzabı, haqq hesabı var. Əzab demir, haqq hesab. Bir gün soruşulacaq səndən. Belə çıxır ki, ağıl sahibləri çox uzaq görəndilər. Çox. Yəni, təkcə bu dünya ilə kifayət. Yaxşı oldu bunu dediniz. Uzaq görənlik və ağıl. Bəli. Necə yaraşır bir-birinə? Siz elə bir ifadə etmişsiniz ki, filan kəs çox ağıllı adamdır, çünki heç gələcəyi fikirləşmir. Yox. Və ya filan kəs çox uzaq görən deyil, heç vecinə deyil uzaq görənlik, çünki o çox ağıllı adamdır. Bunlar mənasız şeylərdir. Dedilər, Muaviyə ilə Həzrət Əlini başladılar müqayisə eləməyə. Həzrət Əli əleyhissalam dedi ki, bu dünyanın zülmüdür, deyirlər ki, Əli və Muaviyə, Əli hara, Muaviyə hara. Və həqiqətən də biz görürük ki, yəni qeyri-ilahi insanlar, yəni ilahi düşünməyən insanlar, yəni, öz elə o neçə il ki, məsələn, yaşayacaq, o neçə il ki, məsələn, hakimiyyətdə olacaq, Muaviyə kimilər, hələ onu düşünə biliblər.
Vəssalam. Amma böyük peyğəmbərlər qiyamətə qədər plan cızıblar. Elə Samim müəllim, dünyanın sonuna qədər plan cızıblar. bu indi dünyavi dəyərlərdən, dünyavi hətta mənəvi dəyərlərdən biri olan dövlətçilik var. Bunun mənası budur da, uzaq görən olmalıyıq. Dövlətin gələcək üçün fondu, gələcək üçün planı, proqramı bunlar nəyə qulluq eləyir? Yəni hakimiyyətlər gəldi gedərdi, dövlət yaşamalıdır. Dövlətçilik yaşamalıdır. Bu həmin o uzaq görənliyin ağlından nəşət tapır, qaynaqlanır. Burada ağıl sahibləri belədirlər. Qorxurlar haqq hesabdan, qorxurlar Allahdan. Vəllezine saberu, ağıl sahibləri səbir eləyəndilər, səbirlidirlər. Samim müəllim, yenə də bunun əksini biz misal göstərməklə anlaya bilərik. Eşitmirsinizmi ki, kimsə desin ki, filan ki, çox yaxşı adam çünki çox tələsir? Yox. Heç vaxt. Həmişə təmkin, səbir, təriflənir. Bəli, həmişə budur. İstər dünyəvi işlərdə, istər axirət işlərində. Səbri olmayanın uğuru olmaz. Amma burada fərqli bir ifadə işlədir. Burada ağıllılar səbirsiz deyirlər, səbirlidirlər. Vəllezine saberu. Amma başqa dünyəvi ağıllılardan daha ağıllıdırlar. Niyə? Çünki bunlar deyirlər, mən səbrimi kimə satım, neçəyə satım. Oturub fikirləşdir, ibtiqa vəcə Rəbbihim. Allaha satıram səbrimi. Bu dünyada səbr eləyim, sağ ol desinlər, səbr eləyim, hörmət eləsinlər. Yox. Nə mənası var? Sağ ol desinlər. 100 il mənə sağ ol desinlər. 100 il hörmət eləsinlər. Sonra mən əbədiyyət görürəm önümdə. Vurur, ibtiqaə vəcə Rəbbihim. Səbirli olurlar, ağıllılar ki, Allahın afərin, əhsən sözünü eşitsinlər. Çünki o afərin, əhsən sözünün dalında əbədi xoşbəxtlik, səadət var. Əbədi xoşbəxtlik. Dünyada insan elə hadisələrlə rastlaşır ki, həqiqətən də orada dözmək çox çətindir. Çox, yəni, elə situasiyalara düşür ki, insan özünü saxlaya bilmir. Amma səbrin arxasında dayanan dəyəri insan görəndə Rəbbin üçün səbr et. Bu artıq insanı stimullaşdı, yəni insana stimul verir. Güc qüvvət verir həqiqətən. Zaten səbir, o güc qüvvət olmasa insan səbir heç vaxt eləyə bilməz. Səbirli insan o insandır ki, onun qəlbinə o güc ilahidən gəlir, Allah üçün. Həm də bəzi şeylər var ki, həqiqətən də görürsən ki, yəni bunu Allah görür kifayətdir. Elə deyil. Allah görür kifayət. Yoxsa heç nəyə insan kifayətlənmir. Əslində Allah görmürsə, bu bir kifayətləri mənası yoxdur axı. Nə olacaq ki? Hər şey Allahın əlindədir də. Bir də ki, məsələn, mükafatdan səbr elədim, axı mənə mükafat gəlmir. Amma Allah səbrə görə mükafat verir. Bu, məsələn, Peyğəmbərin dəvətində biz görürük, Müddəssir surəsində də görürük, Müzzəmmildə də görürük. Orada bu ifadə işlənir. وَلِ رَبِّكَ فَصْبِرْ. Bəli, Rəbbin üçün səbir. Rəbbin üçün. Bu səbri gözəlləşdirir həqiqətən. Samim müəllim, tacir, ticarət, Quran və hədislərdə çox işlədilir. Hətta buyurur ki, dünya savqun. Dünya bir bazardır. Rəbihə fiyhə qavmun. Bir dəstə orada qazanır. Bir dəstə ziyana uğruyur. Niyə işlədilir bu? Ya Quran deyir, İnnəllâhə iştərâ minəl mu'mininə ənfusəhəm. Allah möminlərdən canlarını, mallarını alır. Çünki biz bu dünyada alış-verişlə məşğuluq. Pulu alış-veriş edirik, alırıq, veririk. Münasibətləri alırıq, veririk. Hörmətləri alırıq, veririk. Biz alış-veriş insanıyıq. Hamı, bütün bəşəriyyət. Müharibələr buna görədir, iqtisadi hərəkətlər buna görədir, sosial hərəkətlər buna görədir. İstər mənəvi, istər maddi. Allah deyir, ağıllılar, çox ağıllıdırlar. Və deyirlər ki, mən kimdən alver eləyim? Baxır ki, 10 nəfər bunun malına talibdir. Bunun malı nədir? Ömrü, həyatı, istedadları, enerjisi. Biri şeytandır, biri nəfsdir, biri dünyadır, biri qohum-əqrəbadır, biri kənd-kəsəkdir, biri el-obadır, biri şəhər. Gör, hərəsi bir tərəfdən bundan talibdir ki, mənə sat. Canlığı mənə sat.
Görür ki, aqil insan baxıb görür ki, bunların hansına canımı satsam, bunların mənə verəcəyi nə olur? Heç nə. Mənə nə verir? Qalıcı nə verir mənə? Elə bir getdin, qiymətli əşyaları satdın, saqqız aldın məsələn. Çeynədin, bitdi, qutardı. Aqil adam fikirləşir ki, mən neyniyim, kimə satım? Görür ya, bunların arasında bir nəfər var, müştəri. Bu varlıq deyir ki, sən canını mənə sat. Sənə 3 dənə ən azı qiymət verəcəm. 1, bu dünyada sənin dalındayım. Haçan dalana dirəndin, mən sənə yardım sunacam. Bir şərtlə ki, mənlə dostluq edəcəm. 2, canını satsan əvəzində sənə əbədi xoşbəxtlik verəcəm. 3, canını satsan o birilər kimi məhv eləməyəcəm. Sənin o canını kamilləşdirib, qüvvətləndirib, gücləndirib yenidən sənə qaytaracam. Sonra ağıl sahibi bir dərinə gedir, deyir ki, bu müştəri ki var gəlib, bu bilirsən kimdir? Elə mənim hər şeyim onundur. Mən özüm də onunam. Ümumiyyətlə, ticarət deyil bu. O qədər ali cənabdır ki, öz lütfünün adını qoyub ticarət. Pul da onundur, mal da onundur, can da onundur, hər şey onundur. De, gəl ticarət eləyək. Lütf eləyimə, hörmətə mindirir, de, gəl ticarət eləyək. Ağlı bunu fikirləşir. Ona görə ulul əlbabın bu xasiyyətləri var. Vəllədinə səbəru ibtiğa və çirəbbihim. Öz Rəbbinin o razılığını qazanır. Rəbbin razılığı da deyir o, yeməmişsən qəzətin, bilmirsən ləzzətin. Təəssüf ki, biz heç vaxt elə yaşamadıq. İndi özüm kimləri deyirəm ki, baxsın öz əməllərində, desin ki, burada Allah mənə dedi ki, çox sağ ol. Yaxşı iş gördüm. Amma bir dənə o sözə canın qurban verib, İbrahim əleyhissalam 16 yaşında özün oda atdı, tonqala atdı ki, Allah desin çox sağ ol. Sağ ol, yaxşı olansın. Biz isə daim tonqallardan qaçdıq, bəlalardan qaçdıq, istirabdan qaçdıq, narahatlıqdan qaçdıq. Heç çox sağ ol deyən də yoxdur. Heç bu tərəfdə çox sağ ol deyən də yoxdur. Buyurur, və əqamus salətə. İndi keçir təfərrüata. Ki, bu Rəbbinə görə iş görmək, bu deyilən dəyərləri qorumağın rəhni nədir? Namazı diri saxlayırlar, canlı saxlayırlar, dik saxlayırlar. Namaz sütundur, namazı ayaq üstə saxlayır. Və ənfəqu mimma rəzəqnahum. Burada bayaq dediyim sözdür. Mən vermişəm, nə vermişəmsə. İnsanın diqqətini fokuslandırır o ki, sən deyirəm, deyirsən ki, vermirəm. Mənimdir. Mən deyirəm ki, 80% sənin 20% ver. Mən deyirəm. Çünki mənimdir. Amma mən özümü elə aparam, güya sənindir, deyirəm, bəlkə verəsən bunun 20%-ni. Bizim verdiklərimizdən infaq edilir. İnfaqın da mənasını demişik, bir dəfə siz də demişsiniz, mən də başqaları da infaq hər sədəqəyə deyilmir. İnfaq bir boşluğu dolduran sədəqəyə deyilir. Ehtiyacı təmin edən sədəqəyə deyilir. Mənim evim yoxdur qalmağa. Sən gəlib mənə deyirsən ki, sən 10.000-20 verib həccə göndərim. Savabdır, bəli, savabdır. Sədəqədir, bəli, amma infaq deyil. Niyə? Evimi təmir edir, gedim oturum orada da. O olardı infaq. Gözəl nöqtə. Özü də sirrən və alaniyyətən. Gizlində də verirlər, aşkardır. Niyə? Çox səbəblər qeyd olunur. Biri də bundan ibarətdir. Gizlində verir, desin ki, ilahi, bizim bu alverimizə başqası şahid olmasın. İkimiz. O qazanc çox olanda tacirlər görsən heç kəsə bildirmirlər. Bir də ziyana düşəndə gəlirlər mollanın qapısına ki, gəl, ağsaqqallıq elə. Bu da deyir ki, gizlin deyilir ki, heç kəs üçüncü adam olmaz. Amma əlaniyyətən deyilir. Niyə? Ən azından ona görə ki, sədəqə təbliğ olunsun. Yayılsın, dəyərlər yayılsın. Və yədrəunə bil-həsənəti əs-səyyətə. Yaxşılıqla pisliyi məhv eləyir. Ağıllı insanlar.
Buyurur, ulaikə ləhum uqbəddar ki, Dəf eləyir. axirət elmi bunların, axirət evi bunlarındır. Nəinki axirətə girəcəklər, cənnətə girəcəkləri yox, cənnət bunlarındır, sahibləridirlər. Dəf edir pisliyi yaxşılıqla. Vay, burada bilirsiniz nələr var. Buyurur, əgər sənin düşmənin xarici düşməndirsə, sən düşməni dəf etməlisən. Döyüşməlisən, cihad eləməlisən, düşməni dəf etməlisən. Sənin düşmənin evin içindəkilərdəndirsə, ixtilafa yol vermə. Düşmənçiliyi dəf elə. Sənin işdə, filan yerdə, ətrafda bir mübarizən varsa, problemin varsa, o adamı dəf elə, səndən uzaqlaşsın, ailəndən uzaqlaşsın. Amma ailəvin içində ixtişaş düşüb, ixtilaf düşübsə, ixtilafı dəf elə. Dostunla, qardaşınla, bacınla, atanla, ananla, qohum-əqrabanla bunlarla problem yaranıbsa, qohumları dəf etmə, problemi dəf etməyə çalış. Özü də yaxşılıqla. Yaxşılıqla, bəli. Eyni metodla yox. Yaxşılıqla, yox, intiqamla yox. Buyurur ki, əgər ən qatı düşmənivə də yaxşılıq eləsən, o sənin ən isti dostuna çevirilər. İstiqanlı dostuna çevirilər. Allah Quranda buyurur. Silətdədir. İnnəhu vəliyyun həmim. Qəlbi qaynar bir dosta çevirilər yaxşılıqla. Bir mənası nədir? Baxın, burada namazdan danışdı. Vaxtımız nə qədər qalıb? Hələ var vaxtımıza ya. 1-5 dəqiqə. Baxın, bir sualı qoy ortalığa atım, sual ətrafında da. Dayan davamı qaldı, evi yoxdur inşallah. Başqa. Sual, biz yalnız günahı tərk etməklə qabağa gedə bilərik, ya başqa çarə də var? Yəni, mən bütün ömrümü istədim günah etməməyə. Yeganə yol budur, ya başqa yol da var. Bu, bizim həyatımızda çox vacibdir. Ki, adama lazım olur. Allah verir, başqa yol var. Və yədirəvunə bil həsənəti səyyə. Yaxşılıq elə pisliyi təmizdir. Necə? İnnəs salata tənhə anil fəhşai vəl münkər. Namaz insanı pisliklərdən qoruyur. Namazın keyfiyyətini çoxaltı. Kəmiyyətini çoxaltı. Namaza diqqətini çoxaltı. Sədəqəyə diqqətini çoxaltı. Quran oxumağa diqqətini. Bizə niyə deyilib gündə ən az 50 aya Quran oxuyun? Çünki Quran sənə həyat mayaqıdır, həyat projektorudur, işığıdır, fənəridir, çırağıdır. Sənə, sən deyirsən, saat, günorta saat filanda maşına minib filan yerə gedəcəm, biraz Quran oxu, o gedəndə orada nə problemlər olacaq, Quran sənə deyəcək, burada belə elə, burada belə elə. Quran həyat nizamnaməsidir. Həyatı nizama qoyan nizamnamədir. O ilə daim insan gərək münasibətdə, rabitədə, əlaqədə olsun ki, həyatında şeytan onu zülmətə, qaranlığa, kör nöqtələrə sövq edəndə Quran işıqlandırsın həmin yerləri. Yaxşılıqla pislikləri dəf et. Başqa ayədə nə buyurur? İstə'inu bis-sabr vəs-salah. Səbr etməkdən və namazdan yardım alın. Sana mən sual verirəm. Allah nəyi deyir yardım? Hansı sahədə yardım alın? Məsələn, mən görürəm ki, tutalım, bir xəstəliyim var, əziyyət çəkirəm. Neyniyim? Allah buyurur, səbirlə namazdan yardım al. Biz elə bilirik ki, namaz belə əyilib durmaqda savabı qiyamətdə veriləcək. Allah deyir, elə deyil. Bu namaz sizin həyatınızdakı bir talismandır, bir tilsimdir, sehirli bir qüvvədir. Bundan faydalanın, vaxtınız gedir. Və səbirli olmaqdan. Səbirli də nəyə olun? Çox mənası ola bilər, biri budur. Namazdan kömək alın, sonra səbirli olun köməyin gəlməsini. Siz o boyda deyilsiniz ki, başınızı qaldıran kimi Allah mələkləri səfərbər eləsin, girin kömək eləyin buna. Bugün səbirli ol, 5 aydan sonra ola bilər, nəticə olsun. Amma olacaq. İnşallah. Çox gözəl, Hazret, çox əla. Bu peyğəmbəranə bir metoddur da. Allah təala öz peyğəmbərinə də. Bunların silahı iddia namaz bəli. Yox, namazı demirəm. Pisliyi yaxşılıqla dəf etmək. Bəli. Yəni öz peyğəmbərinə tapşırır ki, buyurur, idfa billati hiyə əhsən. Sən pisliyi yaxşılıqla dəf elə, bir də görərsən ki, düşmənin mehriban dosta çevirir. Bəli.
Və bu sonra Feyda beyneke ve feydellezi beyneke ve beynehu adavetun kənəhu kənə vəliyyun veliyyun hamim. hamim. Sonra buyurur ki, buna kim nail ola bilər? Buna ancaq səbr edənlər, səbr edənlər və imandan böyük payı olanlar. Çox maraqlıdır ki, həqiqətən də burada metoddur da. Biz bayaq ağlın Həyat yaşayış metodudur, bəli. ağlın praktikasından danışdıq. Və məsələn bir nəfər bu cür davranır. Kimsə pislik elədi sənə. Sən yaxşılıq elədin əvəzində. Bir nəfər də o pisliyi elə ondan 10 qatı qaytardı ona. Görəsən kənardan baxan kimə qiymət verər? Kim kimlə dostluq eləmək istəyər? Kiminlə dostluq eləmək istəyərlər? Kimə ağıllı bilərlər? Kimə ağıllı bilərlər? Kimə məsələn bir çətinə düşəndə girib gedək filan kəsdən məsləhət al. Kim məsələn sənin hörmətin qalxır. O dedi o kinli adamdır, ona yaxın qalmaq olmaz o birinin. Hərəkətini bilmir, təmkini yoxdur, səbri yox, nə ondan dəlidir. Ağıl verəcək. Amma ağıllı insanın yanına gedər. Həqiqətən ağlın ən böyük əlaməti burada özünü göstərir ki, səbirli ol və pisliyi yaxşılıqla dəf et. Bu çətin olsa da gözəldir. Və buna məcburuq. Şirindir və məcburuq. Bəli. Məcburuq. Allah Teala ardınca 2 ayə mən oxuyum. Buyurur ki, axirət evi onlarındır. Bəli. Bu axirət evi nədir? Cənnətu adinin. Neməti bol olan cənnətlərdir. Yedxulunaha. Onlar daxil olacaqlar oraya. Özləri tək yox. Və mən salaha min əbəihim və əzvacihim və zürriyyətihim. Sual verirlər ki, bizim qohum-əqrəbamız da cənnətdə olacaq ya yox? Allah cavab verir. Bəli. Həm ataları, həm zövcələri və həm də övladları. Səlahiyyətləri varsa. Bəli. Kim yəni burada o ləyaqəti islah olunublarsa və ləyaqəti varsa. Onlar hamısı cənnətdə bir yerdə olacaqlar. Vəl mələikətu yedxuluna aleyhi min kulli bab. Mələklər də bütün o cənnətin qapılarından mələk qaynayır da hər tərəf. Gələcəklər, belə deyəcəklər. Selamun aleykum bima səbərtum. Bima səbərtum. Səbr etdiyiniz üçün. Yəni sağ olun ki, səbirli adamlar oldunuz. Aferin sizə. Fəni'mə uqbəddar. Nə gözəl eviniz var. Gözəl eviniz var. Çox sağ olun. Allah nəsib eləsin. Amin. Allah hamımıza nəsib eləsin. Təşəkkür edirik. Mən təşəkkür edirəm. Allah razı olsun. Fikirlərinizə görə. Var olun. Hamınızı Allaha tapşırıram. Allah qəbul eləsin. Təşəkkürlər.